bu günləri Rusiyanın sevinməyi artıq bilirsiniz də, arsız adam üçün yəni fərq eləmir də. Ukrayna Rusiyanın salamat bir belə deyək, aş süzən də deməzmi? İndi artıq ona təzahürat tapmaq lazımdır. Aş süzənə döndərib Rusiyanı elə bir vəziyyətə qoyub ki, Rusiya bu günləri inildiyir. Rusiya bu günləri problemlər qarşısında. İndi yenə də oradan başlayacaqlar. 4 ildir, 5-ci ildir Sevinç xanım, Üzeyir, Kamran, digərləri deyirlər ki, Rusiya dağılır. Dağılmağın buynuzu olmur, qardaşım. Əgər insanlar sıxıntı keçirirsə, insanlar normal istirahətə gedə bilmirsə, Krımda bu günləri bilirsiniz çaqqal oluyur. Yəni o deməli çimərliklərdə ki, hansı ki insan əlindən deyir, iynə atsaydın yerə düşməzdi. Bu günləri adam yoxdur. Çünki insanlar əvvəla Krımdan köç başlayıb və bu heç kimə də sir deyil. Ona görə də yekun olaraq onu demək istəyirəm ki, bunlar hansı günə sevinirlər, hansı o belə deyək də hansı belə deyək uğuruna şadyanalıq eləyirlər. Mən bunu hələlik tuta da bilmirəm, bir şey görsəm deyərəm. Yəni bir şey hiss eləsəm, bizim dostlarımız var, Rusiyada da dostlarımız var, Ukraynada da, Belarusiyada da, onlardan da müəyyən məlumatlar alırıq. Bir sözlə Ukrayna komandanlığında dəyişiklik bu müsbətə doğru dəyişiklikdir. Həm də ki, bilirsiniz, gələn adam müəyyən dəyişikliklər eləyə bilər və eləyəcək. Sözsüz ki, yəni bu idarə etmədə bu normal bir qəbul olunmuş bir qaydadır. Amma kardinal dəyişikliyi, mən deyirəm ki, o sistem ki, hansı ki qurulmuşdur komandanlıq, o dronları ki, hansı ki istifadə edirdilər yerlərdə, istər Cənub komandanlığı olsun, istər Qərb komandanlığı olsun, onu o şəkildə də istifadə edəcəklər. İndi komandanlıq, yəni Drapataya keçir və mən sizə deyim ki, Rusiyanın daha ağır günləri olacaq. Yəni sırf ki, onsuz da əlindən gələni eləyirdi. Amma Drapatı, bilirsiniz, bu biraz da ötkəm, biraz da tələbkar komandirdir, tələbkar generaldır. Özdə kabinet generalı deyir. Deyirəm ki, sizə takım komandiri olub, tabor komandiri olub, sonra tabor komandirliyindən birbaşa, yeri gəlmişə onu da deyim ki, Drapatı hal-hazırda deməli bu vəzifəyə təyin olunana qədər Sırskinin muavini idi. Yəni bilavasitə o xəritə üzərində işləyəndə əməliyyat planını və yaxud da ki qərarları bir yerdə verirdilər. Bəzən olurdu da, hətta Drapatının təklifləri daha önə çəkilirdi, nəinki baş komandanın qərarları. Ona görə də demək istəyirəm, Ukraynada baş verən dəyişikliklər müsbətə doğrudur. Hər hansı bir narahatçılığı yoxdur. Bayaqları atları döngədə dəyişmirlər ifadəsi ilə desək, Zelenski və Ukrayna xalqı o qədər sadəlöv xalq deyil ki, yəni uğurun bu mərhələsində götürüb kiməsə görə nəyisə eləsinlər. Amma mən sizə deyim ki, bunlar hamısı müsbətə doğrudur və bu özü bir daha onu göstərir ki, Ukraynada bacarıqlı generallar var, Ukraynada bacarıqlı sərkərdələr var, Ukrayna xalqı döyüşkən xalqıdır, Ukrayna xalqı elə bizim onlara verdiyimiz o məsləhət ki var, işğal faktları ilə heç vaxt barışmayacaq və öz torpaqlarını azad eləyəcək.